Salam əziz izləyicilər, geç saatda belə olsa bir son dəqiqə xəbərini nəzərinizə çatdırırıq. Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının sabiq prezidenti akademik Ramiz Mehdiyevlə bağlı ev həbsi qəti imkan tədbiri seçilib. Bu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278-ci, 274-cü və 193-cü maddələri ilə ittiham edilir. Qeyd edək ki, 193-cü maddə yalançı sahibkarlıq, 274-cü maddə dövlətə xəyanət, 278-ci maddə hakimiyyəti zorla ələ keçirmək maddələridir. Yəni bununla ehtiva olunur və Ramiz Mehdiyev bu yolda tək deyil. Ramiz Mehdiyevin bu yolda çoxlu sayda köməkçiləri var. Onlar istər prezident administrasiyasında hal-hazırda, istər digər icra hakimiyyətlərində, istər digər nazirliklərdə də yetəri qədər Ramiz Mehdiyevin qılıncının altından keçən vəzifəli şəxslər var ki, düşünürəm ki, bu araşdırmalar və istintaq dövründə onlar da ifşa olunacaqlar və Azərbaycan Respublikasının, Azərbaycan dövlətçiliyinin təməlinə xətər yetirməyə çalışan hər bir kəs öz cəzasını alacaq. Yaşasın demokratik Azərbaycan.